Cədvəldə uyğunluğu müəyyən edin. Mətndə bu suala cavab var, cavab yoxdur. Bənna cavan oğlanın gözündə niyə ucaldı? Burada mətndə verib ki, Bənna ona nümunə çəkir, başa salır və o oğlan əməlindən utanır, məyus olur, başını aşağı salır. Daha sonra kişinin hikmətli sözləri onu tutmuşdu və onun gözündə qoca kişi ucalmışdı. Deməli, səbəb qocanın sözləri ona təsir etmişdi. Biri seçirik. Hansı şəhərdir bunu bilmirik. Ona görə iki səhvdir. Cavab yoxdur deyir. Cavan oğlan hansı peşənin sahibi idi? Bu mətndə verilməyib. Cavabımız ona görə bir üç olacaq. Bənna oğlanın fikirlərini niyə qəbul etmədi? Çünki o cavan oğlanın fikirlərlə razı değildi. Cavan oğlan haqsız danışırdı. Ona deyirdi ki, qul deyilsən, burada əlləşmə. Ona görə də Bənna onun sözlərinin gərəksiz olduğunu düşünürdü və bu sualın cavabı mətndə var.